Övladımızın ilk ehtiyacı qayğıdır. Uşaq qayğı ilə böyüyür, güclənir, gələcəyə addım atır. Yavaş-yavaş böyüdükcə yeni bacarıqlar qazanır. Hər addım onu daha da irəliyə aparır, gələcək uğurlara hazırlayır. Övladınızın şəxsiyyəti formalaşır, doğru ilə yanlışı ayıra bilməyi öyrənir. Düzgün tərbiyə gələcəyin vicdanlı və məsuliyyətli insanını yetişdirir. Qayğının verdiyi güclə, inkişafın qazandırdığı bacarıqlarla və tərbiyənin yol göstərdiyi dəyərlərlə addımlayan təhsil, uşağın bilik və bacarıqlarını zirvəyə daşıyan gücdür. Həyat bir mübarizədir və bu mübarizədə uşaq üçün ən güclü dayaq sağlamlıqdır. O olmayanda digər məfhumlar önəmini itirir. Unutmayın ki, övladınızın sağlamlığı hər şeydən öndə gəlir. Digər müalicə üsullarından fərqli olaraq, inteqrativ tip övladınızın sağlamlığına əlavə ziyan vermir. Bu müalicənin əsas məqsədi yaranan simptomun üstünü örtmək deyil, övladınızın immunitetini gücləndirərək xəstəliklərlə mübarizə aparmağa hazırlayır. Uşağının gələcəyini düşünən hər bir valideyn inteqrativ tip haqqında məlumatlı olmalıdır. Sağlamlıq uşaqlarımız üçün birinci yerdədir, elə bizim üçün də. Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi.